Salam. Biz bugün ilə və onun şəkilçiləşmiş forması olan lalə haqqında danışacağıq. Siz bilirsiniz ki, ilə köməkçi nitq hissəsi olaraq qoşma və bağlayıcı kimi işlənə bilir. Və onu da bilirsiniz ki, iləni və ilə əvəz edə biliriksə bağlayıcı, iləni və ilə əvəz edə bilmiriksə qoşmadır. Bəs bu hər zaman belədirmi? Xeyr. Baxın, elə cümlələrimiz olacaq ki, orada iləni və ilə əvəz edə biləcəyik. Ancaq əvəz etsək belə biz onu qoşma kimi götürəcəyik. Çünki iləni və ilə əvəz edə bilsək belə xəbərimiz təkdədirsə bu zaman ilə qoşma olacaq. Ancaq olsaydı ki, Adil ilə Əli getdilər. Xəbərimiz bu zaman cəmdədir, düzdürmü? O zaman olacaq burada iləni və ilə əvəz edirəm, ilə bağlayıcı. Bundan əlavə olaraq lalə şəkilçisi həm də mücərrəd mənalı sözlərə qoşulduğu zaman zərf düzəldən leksik şəkilçi olur. Məsələn, əskərlərimiz cəsarətlə vuruşurdular. Necə, nə tərzdə vuruşurdular? Cəsarətlə vuruşurdular. Əlavə olaraq adlardan feil düzəldən leksik şəkilçi kimi də işlənə bilir. Məsələn, bir işə başlayanda nədən başlayırıq? Başdan. Başdan başlamaq. Burada da feil düzəldən leksik şəkilçidir.